Qafqazda ilk milli türk məktəbinin açıldığı şəhərimizi tanıyırıqmı? Bu məlumatı əldə etdikdən sonra ölkənizlə, şəhərinizlə və maarifpərvər aydınlarınızla heç olmadığı qədər fəxr edəcəksiniz. Və bu məktəbi ərsəyə gətirmək üçün Çar Rusiyasına qarşı aparılan gizli mübarizələrlə yanaşı, mövhumatı din deyə təbliğ edən dinçilərə rəğmən necə fəaliyyət göstərdiyinə də şahid olacaqsınız. Məşhur Molla Nəsrəddinçi, yazıcı, jurnalist, Qeyrət mətbəəsinin sahibi olan ədib, əslən Axıska türkü olan Ömər Faiq Neymənzadənin Xatirələrim adındakı kitabı bu mövzudakı ən önəmli rəhbərimizdir. Çünki Ömər Faiq Neymənzadə elə bu türk məktəbində türk dili, yəni bugünkü dəyişdirilmiş adı ilə Azərbaycan dilində tarix, coğrafiya, hesab və imla dərslərini keçirdi. Söhbət 1894-cü ildən gedir. Tarixin bir çox ilklərinə imzasını atan şəkimiz Ömər Faiqin müşahidələri ilə gözümüzdə belə canlanır. Ömər Faiq ölkə miqyasında dinçilər ilə Çar Rusiyasının senzurasını birgə dəyərləndirir. Həmçinin şəkimiz də bu mövhumatçı dinçilərin əksəriyyət təşkil etdiyi yerlərdən biri olaraq Ömər Faiqin tənqidlərinə məruz qalır. Lakin buna rəğmən Neymənzadə qeyd edir ki, iş güc sahibi bu cəmaat bir araya gələrək elmə olan ehtiyacı da nəzərə alaraq bir cəmiyyət yaradırlar. Yaradılan bu maarif cəmiyyəti Şəkidə milli bir məktəb açmaq üçün hökumətdən rüxsət aldı və Qafqazda ilk dəfə olaraq üsul-ü cədid üzərə nizamlı, milli bir türk məktəbi kimi özgə şəhərlər üçün də gözəl bir örnək oldu. Yuxarı Cümə məscidinin yanında daşdan tikilmiş 4 otaqlı, 2 qat, gözəl bir binanı məktəb üçün düzəltdilər. Məscidin böyük, geniş həyəti isə şagirdlərin oynamaları üçün gözəl və münasib bir meydandır. 1-2 həftə qədər məktəb hazırlıqlarını görüb dərsə başladıq. Məktəbə 200-ə qədər şagird yığıldı. İstəyənlər daha çox idi, lakin yer yox idi. Maarif cəmiyyəti həm öz üzvlərindən, həm də özgələrindən ianə yığırdı. Oxumaq haqqı varlı uşaqlar üçün 1 manat, ortalar üçün 10 şahı, yoxsul uşaqlarından isə heç alınmazdı. Məktəbin hər türlü maddi və mənəvi inkişafından bu cəmiyyət məsul idi. Bütün Qafqazda birinci dəfə açılan bu türlü nizamlı milli bir məktəb Şəki ziyalları üçün bir fəxr idi. Çünki belə milli bir türk məktəbi hökumətin yürütdüyü politikaya tamamilə zidd idi. Baxın, xüsusilə bu cümləyə diqqət edin. Ömər Faiq bu məktəbin mümkünlüyünü görün necə açıqlayır. Görünür hökumət idarələrindəki türk qulluqçularının, yəni Azərbaycan türklərinin və gözü açıq ziyalı alverçilərin böyük təsirləri olmuşdu. Cəmiyyətin üzvləri Qazı Məhəmməd Əfəndi, Hacı Zəkəriyyə Quliyev, Hacı İlyas, Hacı Süleyman, Bədəlov Mustafa və Məhəmməd, Hacı Əziz, Hacı Cəlil Sadıqov, Ağa Musa, Hacı Məhərrəm, Hacı Salam, Hacı Hüseyin bəy, Hacı Rıza, Hacı Manaf. Məktəb müəllimlərinin məvacibləri, məktəbin təmiri və özgə ehtiyaclarının hamısı maarif cəmiyyəti tərəfindən görünürdü. Məktəbdə 4 müəllim vardı. Mən, Şeyxzadə Hacı Hafiz Məhəmməd Əfəndi, Molla Tacəddin və Qəzənfər müəllim. Məktəb şagirdlərini biliklərinə görə 4 sinifə böldük. 1-ci sinifdə türkcə, Qur'an, şəriət. 2-ci sinifdə türkcə, hesab, Qur'an, təcvid və şəriət. 3-cü sinifdə türkcə, rusca, hesab, Qur'an, təcvid və şəriət. 4-cü sinifdə türkcə, rusca, hesab, gödək tarix, coğrafiya, imla, Qur'an və şəriət. Qur'an, şəriət, təcvid dərslərini Şeyxzadə, əlifba və ilk türkcə qiraəti Molla Tacəddin, ruscanı Qəzənfər, türkcə, tarix, coğrafiya, hesab və imla dərslərini də mən verirdim. Mənim verdiyim dərslər içində o vaxtlara məxsus bir də imla dərsləri vardı. Mən bu dərsi öz düşüncə və məsləkim üçün mədəni bir təbliğat,
propaganda vasitəsi etmişdim. Milli şuuru və istiqlal ruhunun dirçəlməsi yönündəki təbliğatından bəhs edir Ömər Faiq. Əlavə edərək deyir, hökumətə verilən proqramda tarix dərsi yox idi. Buna görə də İstanbuldan gətirilən kitablar məktəbdə gizli oxudulurdu. Ehtiyat üçün bu kitabların cildləri cırılır, Bağça sarayda çap olunmuş kitabların cildləri içinə qoyulurdu. Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni şiəliyə, bütün söhbətlərin mömin kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda, bir məmləkətdə, İlk açılan bir milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi. Bu Şəki üçün bir tərəqqi idi. Bu tərəqqi az və kiçik də olsa, Şəki üçün böyük fəxr idi. Çünki o vaxtlar onun yaşdaşı olan Gəncə, Şamaxı, Quba, Lənkəran və başqa şəhərlərdə nizamlı bir milli məktəbin özü deyil, adı belə yox idi. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.